Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Yanvar ayının 5-idir. Həftənin bazar ertəsi günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Ev almaq istəyənlər üçün şad xəbər var. Belə ki, ipoteka ilə ev almaq istəyənlərə, daha doğrusu 100 milyon manat ayrıldı. 2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün ipoteka və kredit zəmanət fonduna 100 milyon manat vəsait ayrılacaq. News 365 saytı xəbər verir ki, bu Maliyyə Nazirliyinin hazırladığı vətəndaşın büdcə bələdçisində öz əksini tapıb. Bildirilib ki, 2026-cı ilin dövlət büdcəsində ipoteka və kredit zəmanət fondunun nizamnamə kapitalının artırılması və sahibkarlıq tərəfindən banklardan manatla alınmış kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün ümumilikdə 100 milyon manat nəzərdə tutulub. Digər əsaslı xərclər üçün 1 milyard 258 milyon manat nəzərdə tutulub. Bu vəsaitin 85 milyon manatı ipoteka və kredit zəmanət fondunun nizamnamə kapitalının artırılmasına yönəldiləcək.